Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Mən Rıza müəllim bugün sizə Azərbaycanın cənub xanlıqları mövzusu ilə bağlı məlumatlar verəcəm. Bildiyiniz kimi 18-ci əsrin ortalarından 19-cu əsrin birinci rübün sonlarına qədər olan dövr xanlıqlar dövrü adlanır. Bu dövr 9-11-ci əsrlərdə olduğu kimi feodal dağınıqlıqları ilə müşahidə olunur. 18-ci əsrin ikinci yarısından etibarən feodal dağınıqların əsas səbəbi feodallar arasında gedən mübarizələr idi. Nadir Şah imperiyasının süqutundan sonra onun yerində xanlıqlar, məlikliklər, sultanlıqlar və cəmaatlıqlar yaranmağa başladı. Xanlıqların yaranmasının əsas səbəbləri isə iqtisadi əlaqələrin zəifliyi, natural təsərrüfatın hökmranlığı, müxtəlif çəki, ölçü, pul vahidlərinin tətbiqi, həmçinin feodalların müstəqilliyə can atması, feodal pərəşəndəliyi və hakimiyyətin zəifliyini qeyd edə bilərik. Azərbaycanın cənubunda yaranan xanlıqlardan Urmiya, Xoy, Təbriz, Ərdəbil, Qaradağ, Zəncan, Sərab kimi xanlıqların adlarını misal göstərə bilərik. Bunlardan Urmiya xanlığı 1747-ci ildə Fətəli xan Əfşar tərəfindən yaradılmışdı. Mərkəzi Urmiya, daha sonra isə Təbriz şəhəri olmuşdu və artıq Fətəli xan Əfşar öz hərbi qüvvəsini gücləndirmək üçün Nadir Şahın sərkərdəsi olan Azad xanla ittifaqa girir, daha sonra Xoylu Şahbaz xanı da öz tərəfinə çəkir və mərkəzləşdirmə siyasətini həyata keçirmək üçün Təbriz xanlığını ələ keçirir. Daha sonra Xoy, Qaradağ, Marağa və Sarab xanlıqlarını da öz hakimiyyəti altına almış olur. Və bununla da artıq Azərbaycanın cənub istiqamətində böyük bir ərazini öz hakimiyyəti altına almış oldu. Artıq Nadir Şahın ölümündən sonra isə daha iki şəxs peyda oldu ki, bu adamlar da İranın və Azərbaycanın torpaqlarını birləşdirmək haqqında düşünürdülər. Bunlardan biri Astrabadlı Məhəmməd Həsən xan Qacar, bir digəri isə Şirazlı Kərim xan Zənd olmuşdu. Məhəmməd Həsən xan Qacar ilk növbədə Azərbaycanın cənub hissəsində bir sıra əraziləri ələ keçirərək Qarabağ üzərinə hücuma keçir. Bu hücum xəbərini eşidən Şirazlı Kərim xan Zənd bundan istifadə edərək Astrabad üzərinə hücuma keçir. Astrabad üzərinə hücuma keçirildiyini eşidən Məhəmməd Həsən xan Qacar dərhal geriyə qayıtmağa məcbur olur və geriyə qayıdan zaman Urmiyalı Fətəli xanı məğlubiyyətə uğradır və Urmiyanı özündən asılı hala salır. Daha sonra isə Şiraz üzərinə, Kərim xan Zəndin üzərinə hücuma keçərkən yolda sui-qəsd nəticəsində öldürülür. Onun ölümü ilə də artıq Urmiyalı Fətəli xan cənubda öz mövqeyini möhkəmləndirməyə başlayır və daha sonra şimal xanlıqlara hücumları planlaşdırır. İlk olaraq İrəvan üzərinə uğursuzluqla nəticələnən yürüş təşkil edir. Daha sonra 1759-cu ildə Qarabağ üzərinə hücuma keçir və məlikliklər də ona yardım edirlər bu yürüşdə. Şuşa qalası 6 ay mühasirədə qaldıqdan sonra Qarabağlı Pənahəli xan oğlu İbrahim Xəlili Fətəli xan Əfşara girov verir və bunun müqabilində artıq mühasirə dayanır. Qarabağlı Pənahəli xan isə Fətəli xan Əfşardan asılılığı qəbul etmiş olur. Daha sonra isə Fətəli xan Əfşar İrəvan və Şəki xanlığını da özündən asılı hala salır. Kərim xan Zənd isə Urmiya xanının Fətəli xan Əfşarın bu qədər güclənməsindən qorxuya düşərək Təbriz üzərinə 1760-cı ildə hücuma keçir və Təbriz şəhərini mühasirəyə alır. Fətəli xan Əfşar isə təzyiq göstərərək Kərim xan Zəndi Şiraza qovur. Lakin onu təqib etmir. Çünki Azərbaycanda baş verən bəzi hadisələr onu təqib etməsinin qarşısını almış olur. 1761-ci ildə isə Kərim xan Zənd yenidən hücuma keçir və Qaraçəmən döyüşündə 1761-ci ildə Fətəli xan Əfşarla üz-üzə gəlir. Döyüşün ilk vaxtlarında Fətəli xan Əfşar üstünlük əldə etsə də, Xoylu Şahbaz xanın xəyanəti nəticəsində artıq Urmiyalı Fətəli xan məğlubiyyətə uğrayır və Urmiya qalasına çəkilməyə məcbur olur. 1762-ci ildə isə Kərim xan Zənd artıq Azərbaycanın digər xanlarına da məktublar göndərərək onları öz tərəfinə çəkmək istəyir və müttəfiqlik münasibətləri qurmaq istəyir. Və bunlardan biri də Qarabağ xanı Pənahəli xanı olur ki, Qarabağ xanı Pənahəli xan öz oğlu Mehrəli bəyi Qarabağda müvəqqəti hakimiyyətə gətirərək Urmiya düşərgəsinə Kərim xan Zəndin yanına yollanır. 1762-ci ildə isə artıq Marağa Kərim xan Zənd tərəfinə ələ keçirilir. Daha sonra 9 aylıq mühasirədən sonra Urmiya qalası ələ keçirilir və Fətəli xan Əfşar 1763-cü ildə əsir götürülərək
Şiraz şəhərində edam olunur. Elə eyni ildə 1763-cü ildə Kərim xan Zənd o öz müttəfiqləri olan xanları Naxçıvan xanı Əli xan, həmçinin Xoylu Şahbaz xan, Qaradağ xanı Kazım xan, o cümlədən Qarabağlı Pənahir xanı Şiraza bu qələbəni qeyd etmək üçün qonaqlıq adı ilə aparır və orada girov saxlayır. Və bu məqsədi nə idi? Onları girov saxlamaqla onların xanlıqlarını zəiflətmək idi planı. Və artıq Kərim xan Zəndin Urmiya xanı Fətəli xan Əfşanı məğlub etməsi ilə öz mövqeyini Azərbaycanın cənubunda gücləndirir Kərim xan Zənd. Həmçinin Urmiya xanı məğlub olduqdan sonra isə ondan asılı olan xanlıqlar isə azad olurlar, müstəqilliklərini bərpa edirlər. Və Fətəli xan Əfşarın Azərbaycanı vahid əldə birləşdirə bilməməsinin səbəbi isə Azərbaycan xanlıqları arasındakı birliyin olmaması idi. Daha sonra Xoy xanlığı haqqında danışaq. Xoy xanlığın başçısı Şahbaz xan olmuşdu, yaradıcısı Şahbaz xan olmuşdu. 1747-ci ildə bu xanlıq yaradılmışdı. Həmçinin Nadir Şahın sağlığında Xoy şəhərinin valisi vəzifəsində icra etmişdi. Şahbaz xan haqqında danışmışıq Urmiya xanlığı mövzusunda və bir daha təkrar edək 1761-ci ildə Qaraçəmən döyüşündə o Urmiya xanı Fətəli xana xəyanət edir və Kərim xan Zənd tərəfə keçir və Kərim xan Zənd tərəfdən vuruşaraq Urmiya üzərində qələbə qazanırlar. Daha sonra isə 1763-cü ildə Kərim xan Zənd Xoylu Şahbaz xanı girov saxlayır. Xoylu Şahbaz xandan sonra isə Əhməd xan hakimiyyətə gəlir ki, Əhməd xanın hakimiyyət illəri 1763-1786-cı illəri əhatə edir. Əhməd xanın hakimiyyət illərində artıq Xoy xanlığı öz qüdrətini bərpa edir. Urmiya xanlığının zəifləməsinə istifadə edərək bir sıra əraziləri ələ keçirir Azərbaycanın cənubunda və daha da qüvvətlənməyə başlayır. Ta ki 1786-cı ildə Xoylu Əhməd xan ölənə qədər. Və Xoylu Əhməd xan öldükdən sonra isə artıq 18-ci əsrin sonlarında Qacarlar tərəfindən Xoy xanlığı ələ keçirilir.